Mənbələr də çox aydın göstərir ki, Səfəvilər yəni sadəcə bir sülalə olmayıb. Daha çox özünə məxsus bir ideologiya üzərində qurulmuş sistem idi. Bəli. Bu gün elə o sistemin əsas elementlərini, onların dövlətin talehinə təsirini müzakirə edəcəyik. Hər şey, deyəsən, Ərdəbildəki bir sufi təriqətindən başlayır, hə? Şeyx Səfiyyəddin qurub bunu. Düzdür. Amma o mənəvi hərəkat zamanla siyasi gücə çevrilib. Və sonra səhnəyə İsmail çıxır. Çox gənc yaşda, cəmi 12 yaşında. Bəli, Qızılbaş tayfalarının dəstəyi ilə. Onlar ki, Səfəvilərin əsas hərbi gücü idi. O güclü türk döyüşçü qrupları. Məhz onlar. Onların dəstəyi ilə İsmail hakimiyyətə yürüş edir və 1501-ci ildə Təbrizdə özünü şah elan edir. Səfəvi dövlətinin əsası belə qoyulur. Maraqlıdır. Hətta daha maraqlısı odur ki, Şah İsmail təkcə hərbi lider deyildi, elə deyilmi? O həm də şair idi. Xətai təxəllüsü ilə yazırdı. Bəli, Azərbaycan türkçəsində çox gözəl şeirləri var. Deməli, onun hakimiyyətinin iki əsas ideoloji sütunu vardı. Mənbələrdə də bu vurğulanır. Biri türk kimliyi, yəni türkçülük. Tamamilə doğru. Qızılbaş tayfaları, Qacarlar, Afşarlar, Rumlular, Şamlılar və başqaları dövlətin hərbi dayağı idi. Azərbaycan türkçəsi isə sarayda, orduda əsas dil idi. Bu, yəni dövlətin kimliyinin çox vacib bir parçası idi. Bəs ikinci sütun, şiəlik. Bunun rolu nə qədər böyük idi? Bu sadəcə dini seçimi idi, yoxsa başqa məqsədlər də vardı? Çox yaxşı sualdır. İkinci sütun bəli, 12 imam şiəliyi idi. Şah İsmail bunu rəsmi dövlət dini elan etdi. Amma bu təkcə dini bir məsələ deyildi. Siyasi tərəfi də vardı deməli. Əlbəttə. Bu, həm də qüdrətli Sünni Osmanlı imperiyasına qarşı, necə deyim, ideoloji bir fərqlilik, bir müqavimət xətti yaratmaq məqsədi daşıyırdı. Strateji addım idi. Səfəvi kimliyini möhkəmləndirirdi. Aydındır. Və bu ideoloji fərqlilik təbii ki, Osmanlılarla toqquşmaya gətirib çıxardı.